Dövlət Məşğulluq Agentliyinə müraciət etmişdim avadanlıqlarla bağlı. Və 2024-cü ildə mənə gözəl bir təkliflər gəldi və mən avadanlıqlarla təmin olundum. Avadanlıqlar hamısı bir-birindən gözəl, müasir avadanlıqlar. Artıq özüm üçün yeni bir iş qurub, daha da yeni nailiyyətlər qazanmağa başladım və bundan sonra Dövlət Məşğulluq Agentliyindən yeni bir fürsətlər açıldı mənim üçün və məni kurslara dəvət etdilər. Bu üçüncü kursumdur ki, mən artıq Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq edirəm və kurslara müdavimləri cəlb edirik. Və burada gözəl biçmə-tikmə kursları, hər bir şeydən burada biz dərzilik peşəsinə yiyələnirik. İşə götürənlərə onu demək istəyirəm ki, bu işsiz xanımları işə götürsünlər. Dövlət Məşğulluq Agentliyi ilə yaxından əməkdaşlıq etsinlər. Bizim Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığımızın ən gözəl tərəfləri budur ki, bizim öyrətdiyimiz şagirdləri yeni işlərlə təmin edirlər. Məsələn, mən özüm istəyirəm ki, ən yaxşı şagirdlərimi belə gözəl öyrənən şagirdləri, müdavimləri yanımda saxlayım ki, onlar həm maddiyyat tərəfdən təmin olunsunlar, həm də gözəl peşəyə yiyələnsinlər.